Salam dostlar. O videomda oyunun səsim yaxşı çıxmayıbdı. İndi əsl videomuzu atıram. Videolarımızı uzatmaya başlayaq. 8 dənə aldım hələ ki. Biraz balaca eləyəcəm amma. İndi mən nə qədər eləyə bilsəm eləyib gəlirəm. Biraz gəlin sizinlə birlikdə eləyək. Biraz balaca eləyəcəm. Çünkü onda yani odunumuz az tuttu. Yani 1000 tane odunumuz olsaydı yeçeyliyardım. Ama o kadar odunumuz yoktu dostlar. Ona göre çok balaca oldu elə bil. Yok. Gelin buradan biraz dalaq. Oha, kurtarır iyice. Koyabildiğim kadar biraz ara koyuram. Şimdi yaxşı olsun dostlar. Hop, bunu da koyaq. Bunu da baxın belə aralar koyuram. Tabandan da hamısını alıram belə. 4 tane çıxdı buradan da. Aralara koymaq lazım deyil, yoxsa olmayacaqdı. Buradan eşya çəkə bilməz. Deyil yəqin ki. Mən yandan zorla çəkirəm. Bunu da koyaq. Bunu da. Bunu da. Siz dostlar, kurtardı bu. Yani bu kadar da eləməyə başardıq. Yani 3 dəfə də bu kadar eləyirdik. Gəlin baxın. Burasını da belə eləyək. Bunları alaq. Odunumuz var dostlar. Burada çox odunumuz var. Mən bunları yaxşı çəkmişəm. Bilirdim yəqin ki çatmayacağını. Amma tarikatçılar gəlir. Tez bana bu tarikatçıları öldürüm gəlirəm bax. Tam burada. Öldürdüm bunları. Kalmaz ki. Hayır. Kalmadı. Tez bunları alaq. Olsun. Yaxşı çəkmişəm. İnşallah bunlar bəs eləyər. Ya bunlara da çox güvənmirəm. Az görsəndilər biraz gözümə. Niyəsə. Tez bunları qoyaq. 25 tane direkt aldık. Belə eləyim tez alınsın. O. Bu nədir az canı? Hayda. Heç 21 tane yoktu. Yarısı da tohumdu. Bırak. 64 tane bəs eləyər, bəs eləməz. Bax dostlar. 5 tane. Bilmirəm axı. Başa da bəs elədi, hardan besiniz? Ay, nə? Belə çox zorlaşar, belə yandırsalar falan belə girə bilirlər. Hop, bunu da qoyaq. 3 tanemiz daha var hələ də yəni. Məncə olar. Belə eləsək. Buranı da belə örtsək. Bir yana da bunu koysak bura. Burada girişimiz olsun da, ama girişimizi biraz belə bəzəkli eləmək üçün. Bura bunu. Bura bunu. İndi girişimizə dikan ötərlər qoyaq. İndi bir tane de belə. Hop. 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 Məncə ta gələ bilməzlər. Çəkil lan oradan. Tamam yaxşı oldu məncə.
İlk dəfə də bu qədər yaxşı bez eləyirəm. Buranı da örtək. Hər ehtimala qarşı. Örtül. Məncə o yaxşı oldu yəni. Amma yenə də yəni odunumuz yoxdur. Gerək kul çıxarsın, nə deyirsiniz? Nə qədər sürünür oldu? Gedək. Prosto acıktım ben. İyi bir tane. Yemeğimiz yok değil. Qadını da düzəltməmişəm. Malçımı. Tez bir. Bunu da sandıqdan çıxartdım ilk dəfə. Eləcə kürküdən alırdım. Bu səfər amma sandıqdan çıxartdım. Özdə 2 dəfə. Bir yandan çəkə bilərlər. Yox, yenə də hasar verir. Tez bunu biçirək. Buradan hoppanıram. Gələk kultus qayasına. Hop, dostlar, mən tapa bilmədim kultus qayasını. Tapmamışammış. Onu sonra taparıq. Hələ ki, nə araq? Yəni, nə ara bilərik? O petrol şeyindən uzada bilərik. Yemək toplayaq. Amma belə yoxdur, unutun. Normal qurtları öldürək, yemək toplayaq. Tez gəlin ha, bura. Nətər yer dəyişirdik. Yılını. Hozqala başıma öldürmüş. Başıma düşdü. Deyəsən ya da başıma düşdü deyəsən ya da düşmədi. Amma az qalıb düşəcəyik dostlar. Biraz səsim yəni belə şey gəlir. Oo, ölmək istəmirəm. Öl lan. Bunu yiyeyim. Bir evə gedək. Hop. Hop. Hadi dostlar gəldim. Acımdan öləcəm incə. Yemək. Kultus qayısı tapa bilmədim. Kultus qayısını mən elə bil görmüşdüm dostlar, amma tapa bilmədim niyəsə. Küflü qarşı da olar, amma bunu düzəldək. İyi yatağı düzəldək, günlərimiz daha tez geçsin. Bu videonun amacını mən sizə demədim. Birincisi, buranı qurmaqdır. Sizinlə birlikdə qurduq. Qəşəng oldu burası. Uşaqları kurtarmağı idi, kurtardıq. Siz olmadan amma. Olsun. Hə, dostlar. İndi mən odun qırarkən sizə hekayəyi anlatıram. Jake'in hikayəsini mən sizə biraz belə yanlış şey demişəm. Baxın dostlar, əslində Jake yəni mutasyon keçiribdi. Yəni kultistlər əslində deney adamı demişdim. Hə. Amma bilməyənlər üçün yenə deyim, kultistlər Jake'i, amma az deyirəm də. Yəni kultistlər Jake'i üstündə acı vericiden elə eləyib. Yəni o da bizi qovalayır da insan acı vermədiyi üçün. Hə, nəysə. Amma yəni saf uşaqlara qarşı məsələn bu. Bunları niyə qoruyur? Bəzi uşaqları öldürə bilər deyə bilərsiniz. Çünki bunlar səhvən uşaq qəzasında düşübdü də, onu da demişdim. Ona görə bunları qoruyur da, koruyucudur. Yəni bu ormanı qoruyur. Bizi niyə öldürür? Çünki biz ormana zarar veririk də. Məsələn, burada bunları düzəldirik, nə bilim. Gedirik, heyvanları öldürürük. Yəni ormana zarar veririk də. O da ormanın koruyucusu deyə bizi öldürür. Amma uşaqlara özü baxır da. Yəni uşaqların əslində odasıdır da. Başa düşdünüz? Yəni uşaqlar da bir-birindən ayrıldığı üçün ağlayır. Amma Jake başa düşə bilmir də. Yəni ayrılıq nə deməkdir? Çünki Jake heyvandır yəni. Hardan bilə bilsin ki, yəni ayrılıq nə deməkdir? Xəfəsinə başqa odalar düzəldi. Heç kim gəlib onları uğramasın deyə də başına qurtlar, ayılar qoyubdu da. İndi Baykuşun hikayəsi də deyim mi? Görəsən. Gəlin Koçun hikayəsini danışım.
Bak o vaxt Koç ailesi var imiş, mən dediyim kimi. Amma Ajax da yəqin ki şeydir, Lav yerində yaşayırlarmış onlar. Yəqin ki Lavın radioaktivindən bir şeyler olub da Ajax qaldılar da. Ha neyse Ajax'ıymışlar. Sonra bunun ailəsi bunu tərk eləyibdi də. Nəsə eləyib bu? Yadımdan çıxdı orası. Hə, bunu tərk eləyibdi. Bu da oralarda qalıbdı. Kulislərin yardımıyla güclənibdi. Yəni çox güclənibdi də. Kulislər ona bir də ayin zat eləyibdilər belə. Bu da belə güclənibdi. Çox güclü olubdu. Belə biraz da çalışıbdı da, yəni. Ağac qırıb, nə bilim nə eləyib. Hə. Elə olub. Hikayəsini tam bilmirəm ama bildiyim qədərini danışıram dostlar. Baykuşun hikayəsi də kulislər yaradıbdı onda. Ama niye yaradıbdı? Çünkü Jake'i yaradıbdılar. Kontrolden çıxıbdılar. Jake qaçıb hamısını öldürüb. Baykuşda yaradıbdılar ki Jake'i durdursun da, yani öldürsün da Jake'i. Ama sonra Baykuş da kontrolden çıxıbdı. Ama tabii ki de özelliği olmalıdır. Normal ayaqüstə gəzən bir baykuş ola bilməz. Hər yeri kar biyomu eləyibdi. Yəni bəzi yerlərdə. Çünki ikisi kapışıbdı da. Jake'lə baykuş çox kapışıb. Bir kendilərinə yer seçibdilər də. Məsələn, orası sənin olsun. Bu ormanda mənim olsun məsələn. Hə, elə eləyibdilər. Kulislər də yanım elə də. Yəni bir dəfə göstərilir, siz görürsünüz. Baykuşun yanında kulis görürsünüz. O fragmanlar zat gəlir belə. Atlaya basabilirsiniz. O orada görürsünüz. Kulislər baykuşun yanındadır ama Jake'in yanındadır da ama. Çünkü Jake'e tapırlar ama baykuşa tapmırlar. Baykuş da orada özünü koruyor. Ama kediyi bilmiyorum. Kediyi araştıracağım, size diyeceğim. O birisi videomda. O birisi videomda gerçekten deyərəm. Kedinin hikayəsini mən də çox maraq edirəm. Bir də deyirlər ki, Koç ən güclüsüdür. Niyəsə, yəni çox güclü deyirlər də. Amma məncə heç birindən güclü deyil. Çünki məsələn Jake olanda, məsələn Jake bizi qovalayanda da nə baykuş çıxır, nə də Koç da. Amma məsələn baykuş çıxanda nə Koç, nə Jake. Məsələn onlar yəni bir-birilə bunlarına bax gəldi hə. Nəsə yəni mənim fikrimcə də deyirəm. Yəni bir-birlərinə məsələn də yəni barış anlaşması var da demək olar elə bir şeydə. Yəni bir krallıq kimi məsələn orman krallığı, nə bilim nə krallığı. Elə də yəni mən elə fikirləşirəm. Siz də fikrinizi yorumlara yaza bilərsiniz. Onu da buraya yaxşı qoydum. Yoksa ne arayacağım? Başka da var. Yani her gün bir hikaye danışsam. Oo bak bu. Güclüdür, sen gel be bro. Ay sen de orada dolaşma, normal değil. Sen neredesin? Gel. Malçı milli şifora. Ama bak oradan gelebilirdik. Yaxşı oradan örtmüşəm. Oy korktum ha. Dedim evime kimse girdi. Durduk yere bir tane adam ışınlandı elə bildim. Da acından ölürüm. Acından ölmək istəmirəm. Yani nefret ettiğim şeydi acından ölmək. Hoppan. Acından ölmeyeceğim. 69. güne gəldik dostlar. Heç fark etmədim ey. Ben odun yığıb gəlirəm ey. Hoppanaq. Biraz çok odun yıkmalıyım. Mesela çünkü şeydi de
o şey düzelteceğim. Petrol makinesi düzelteceğim. Kim? Yakıt sorduğumuz çok var çünkü bakın. Hem şey yakıtta topluyorum ne bileyim. Burada hoplanırım. Hop dostlar. 2 saatdir uğraşıram. Ellerim kırıldı. Güzelim benim. Aa, metalimiz yoktu. Benim adımdan çıktı metalimiz olmadı. Yalandan boş hallere dalmıştım. Çok üzgünüm. Eskide metal tapak ama akşam oldu. Biraz ona kadar ben kedinin hikayesini düşünüyorum. Ne olabilir ki bu kadar? Kedi uyuyor değil. Bak kedi uyan ama hamısı ram uyandı. Yerine de yani gelir de yani. Ne olabilir ki yani kedinin? En son gelen kediydi de. Dostlar bakın ben olsaydım ne arardım değil. Yani ormanda 99 gecenin sahibi olsaydım. Giderdim gerçekten. Şey diyerdim, lab biyomunda əcəd yağış yağsa yağışı da biraz zor eləyərdim. Lab biyomuna yağmasını. Lab biyomunu da zor eləyərdim gəlməsini. Əgər ikisi də aynı anda olsa, obsidian zırh düzəldə bilərsiniz. Məsələn, obsidian zırhda şeydir, çox zor hasar çəkir. Məsələn, geyik vurur, canımız gedir. Nə bilim, bir şeylər vurur, oyun savaşırsınız tek baltayla mesela elə də yan savaşa bilərsiniz. Amma yon çox zor şanslarla ola bilər. Bir də uzaylıların bizi uğurlamasını ekləyərdim mesela. Yəni uzaylı bizi uğurlasaydı buradan aparsaydı onlarla savaşsaydıq daha yaxşı olardı. Onu yəni uzaylıların yerinə gedə bilirik. Yəni uzaylı kralınızla savaşırıq, uzaylı sandığını açırıq. Onun yerinə uzaylılar bizi yukarıdan alsınlar belə uçarak. Uçarak bizi götürsünler. Orada biz onlarla savaşaq uçaq. Yəni şeylərində də, uzay meçiklərində onlarla savaşaq da. Çünki yerdən atar, yerin altına düşürük. Amma onda daha belə maraqlı bir şəkildə olardı. Neyse ki metal toplayaq. Naraq çəkdi canlı. Hər şey vermişik. Gedək görək metal varmı? 38 dəqiqədir video çəkirəm. Hələ onun dalı da vardı. Çox şey hazırladım. Aha, buranı tapdıq. Tez bir gedək bura. Amma ondan qabaq metal tapmalıyam. Onda ne var? Aha. Elə qurtarmışdım mən də bunu. Gəlib çıxmağın vaxtı gəlmiş deyil həqiqətən. Ateşim sönəcəkdi. Lan oğlum. Tez vururum. Neler var? Hop yakıt kabı alırım. Bunu da alırım. Yedim. Aldım yoksa ben anlamadım. Buraları çekmişim. Çekmişim ama buralara biraz. Bu taraflara geldim diyorum burada. Neler var? Çaylar. Tavşan kanı bunda tavşan kanı. Bandajlarım kısalmıştı. Yaxşı şeyle gelmiş ama. Yaxşı bandajlarım oldu. Bunda bak. Gedək. Oranı heç vaxt görməmişəm, elə bilməm. Yoksa görmüştüm ben buranı. Yok görmüştüm buranı. Buranın içinde böyle bir şeyler var idi. Metal da var ha burada. Yaxşıdır burası. Sen benim başıma ne taraf bandın? Of çok korktum. Orada da oradan geldi. Ay hakkı. Ay çiçek bandajını basmasaydım. Orada var imiş lan. Bunu ben çantama koydum. Oradan olsam kulislerle savaşacağım. Çünkü orada bir şeyler var böyle. Vay başıma bandı adam benim.
Bu hanım. Burada. Ölmür de yaşıyor. Çaylar. Tavşan kanı bunlar. Yo, çaylar. Kultist kanı bunlar. Şehirler. Akşam da oldu ustam. Kutsat geleceğince. Bana tuzak kurmuşlar. Siz bunu da açar. İçinden adam bir şey çıksın. Bana petrol varlığı zaten yaxşı olar onda. Vur değilmiş. Oo, petrol varlığı çıktı yaşa. Ölmeyeceğim. Bandajımı bastıram. 99. günü görürük. Çok az kaldı. Burada nəsə var mı? Burada heç nə yoxdur. Nəyə qoyublar buranı? Bunu alaq. Yəni eləcə yadımdan çıxır. Orada heç nə olmadı. Gedək bura, buranı açaq. Adam var idi, burada yox. Burada deyəsən adam var idi. Var burada adam. Yoxdur. Nə deyirəm ki, yox. Bəlkə də adam aşağıdan tutub. Mənim yanımda qalan burada adam var idi çünki. Nə gələcəkdi bizə? Acıqdım. Getdik. 2 dənə petrol varlığımız var, yaxşıdır. İndi burada hoppanım evə gedirəm. Hop, gəldim dostlar. Tezə. Bunu iyi. Hələ bunun ötüsü də var yanım. Abone olun. Elə bir sanki abonelər biraz dayandı. Onu görə deyirəm. Bunu da güyaşlı dərəcədim. Canım getdi misin? Getdi əslində. Keşke bandajı basmasaydım. Yine bandajı basmıştım çünkü. Neyse burada yakıtlarımızı koyak. Bunu sonra açtıracağım. Kulisler de gelir. 39 tane oldu. Getir. Yetir. Şey. O tarafa gideceğim. Bakın görünbüm. Öyle bu tarafa attım. Şey. Yaxşı dostlar, bezimizi qurduq. Amma mən nə arayacağım? Qapı düzəldəcəm. Qapı. Geçək. Qapımızı da düzəltdik. Qoyaq belə. Bir dəqiqə. Açılır bu. Ha, açılır da örtülür. Geçək. Lan. Ne oldu? Kapıyı kapatalım. Aa, barikatlarımız yüzü kurtarır. Barikat da almak lazımdı. Yan tapmak lazım değil sandıklardan. Hele 250 gün dayanacağıq. Dostlar, mən belə bir 150 gün azad gələ bilsəm gələrəm. Yəni, indi baxacağım da birazdan da açarım. Bandan burada. Ha. Dostlar, mən niyəsə öldüm bilmirəm. Buradayım. Pişik. Mən oradaydım. Pişik buradaydı. Yəni mən pəncərənin dalındaydım. Pişik buradaydı. Mən niyəsə öldüm. Nəsə bu gün də eləyə bilmədik, amma getdikcə artırırıq günləri. Bye bye.